Bəs Həzrəti Süleymandan nəyə görə Əli ibn Əbi Talibi üstün bilirsən? Allah hansı ayə ilə ki, Allah bildiribdir ki, bəli, və o ayələrdən ki, belə qənaətə gəlmək olur ki, Əli əleyhissalatu vəssalam Həzrəti Süleyman Peyğəmbərdən üstündür. Hürrə bu cür cavab verdi. Sad surəsində Allah buyurur, Həzrəti Süleyman Peyğəmbərin istəyini belə istəmişdi Allahdan ki, ayə belədir. Rəbbi həvli mulkən la yənbəği li əhədin min bə'di. Təxti tac, səltənət istəmişdi Həzrəti Süleyman Peyğəmbər. Peyğəmbərdir, amma dedi ki, Allah mənə hibə elə, mənə bağışla, mənə bir dənə mülk ver ki, Allahdan mülk istəyir. Mənə bir mülk ver ki, məndən sonra heç kəsə əta olunmayan bir ki. Həzrəti Süleyman Peyğəmbərə Allah bir dənə mülk verdi ki, bir hökümdarlıq. Allahdan özü hökümdarlıq, padişahlıq istədi. Mülk sahibi olmağı arzu elədi, istədi. Bu Həzrət Süleyman Peyğəmbərin istəyi, Allahdan dua edib istəməyi. Amma Mövla Əmirul Müminin Həzrət Əli əleyhissalatu vəssalam, baxın, görün dünyada nə istədi Allahdan. Dünyaya baxışı necə idi? Ey dünya, la hacətə li fik. Mənim sənə zərrə qədər də olsun ehtiyacım yoxdur. Mən sənə təlaq vermişəm. Dünyaya təlaq verib ki, 3 dəfə təlaq veribdir ona. Bir daha geriyə qayıtmağa yolu yoxdur. Mən sənə təlaq vermişəm.